Deməli dostlar, Məhəmməd Mirzəlinin haqqında danışacağım. Bilirsiniz ki, Məhəmməd Mirzəliyə qarşı amansızcasına adamı bıçaqla yaralamışdılar, hətta öldürmək istəyirdilər. Təbii ki, Allah saxlayıbdır. Deməli dostlar, ona qarşı həmin o bıçaqlı hücum edən o şəxsiyyətsizlər, alçaqlar Fransada qanunu cəzalanıblar. Birinə 30 il, birinə 8 il, birinə nə bilim 15 il. Yəni belə iş kəsblər, içəridədirlər. Və dostlar, indi bəziləri diqqət edirəm, bunun adını qoyurlar ki, Məhəmməd Mirzəli, nə bilim o Emin Naxçıvanski idi, kim idi o gedənin adı 30 il iş verilən. Onu sonra digərlərini Məhəmməd Mirzəli təhqir eləyib. Belə bir yanaşmaya da rast gəlirəm bəzi mediada o danışanların içərisində. İndi burada məsələ bilirsizdən dostlar, hətta mən bilmirəm, yəni mən görməmişəm Məhəmməd Mirzəli onu belə təhqir eləyib, bilmirəm, mən xəbərim yoxdur, bəlkə də ola bilər. Amma məsələ burada bilirsiniz nədir? Hətta Məhəmməd Mirzəli, Emin Naxçıvanski və o digərlərini təhqir eləyibsə, bunlar özləri Azərbaycandakı bu xain, alçaq, terrorçu Əliyevlər rejiminin yanında durubdur deyə. Başa düşürsünüzmü? Yəni Əliyev rejiminin yanında Emin Naxçıvanski durmur, istəyir nə bilim filan Naxçıvanski dursun. Yəni bu terrorçu, xain, alçaq Əliyevlər rejiminin yanında duran, Əliyevləri müdafiə eləyən, Adil Əliyevin yanında duran, ona xidmət eləyən, onunla dostluq eləyən, nə bilim dost qardaş deyən, onu müdafiə eləyən kim varsa, təbii ki, onun anası da söyləyəcək, başı da söyləyəcək. Oğru olmur, avtoritet olmur, istəyir belə, nə bilim, Emin Naxçıvanski olmur, kim olur olsun. Bəli, söyləsiniz. Nə qədər ki, bu rejimə xidmət eləyəsiniz, bu rejimin yanında durasınız, söyləsiniz. Əgər Məhəmməd Mirzəli də həmin o Emin Naxçıvanski və digərlərini söyübdüsə də, mən bilmirəm, mənim xəbərim yoxdur, elə deyirlər. Söyübdüsə də, qardaş, haqqına söyübdür. Sən Adil Əliyevin yanında necəsən? Ay özünü avtoritet deyən, yaxşı oğlan deyən, nə bilim lotu deyən, potu deyən, sən necəsən Adil Əliyevin yanında? Siz niyə bu rejimə xidmət edirsiniz ki? Siz niyə Vilayət Eyvazova xidmət edirsiniz? Xeyr olar. Hə? Bunlar bizim düşmənimizdir. Bunlar bizim haqlarımıza girib. Bunlar bizim gələcəyimizi darmadağın edibdir. Biz haqlarımız üçün savaşırıq. Siz niyə bu adamlara xidmət edirsiniz? Bu adamları belə yüksək tutursunuz. Kimsiz siz? Hə? Biz nə qədər deyək ki, bu rejimə xidmət edənin anasının ağzı belə olsun, arvadının uşağının ağzı belə olsun. Yəni sən avtoritetsən deyə, nə bilim lotusan deyə, gedib bu rejimə xidmət edəsən, bunun yanında durasan, sən də avtoritetsən deyə sənə bir söz deməməli. Təzə çıxıb bu da. Hə? Təzə modeldir bu, təzə davranış, təzə anlayışdır bu. Avtoritetsən, yaşayışın var, sənin özünün ideyan var. Qardaş, get ideyanı yaşa, get avtoritetliyini yaşa, nə varsan qayır. Sən gedib Adil Əliyevin yanında durursansa, ona xidmət edirsənsə, onu müdafiə edirsənsə, onu qoruyub və yaxud da saxlayırsansa, bu rejimi müdafiə edirsənsə, təbii ki, sənin anan da söyləyəcək, bacın da söyləyəcək, arvad uşağın da söyləyəcək. Olsun da sən avtoritet, nə olsun ki? Sən avtoritetsən deyə gedib mənim düşmənim yanında durmalısan, hə? Sözünü deyən oğlanı. Sözünü deyən oğlansan, gələn sözünü deyən oğulların yanında duracaksın. Sən niyə gedib İlham Əliyevin, onun rejiminin, Vilayət Eyvazovu, polis rəisləri, oradan Adil Əliyevi, niyə gedib onun yanında durursunuz ki? Anlamadım mən. Siz gedib xainlərin yanında duranda, təbii ki, analarını söyləyəcək, bacılarını söyləyəcək. Məhəmməd Mirzəli söyübsə, buna görə söyübdür. Başa düşdünüzmü? Məhəmməd Mirzəli Emin Naxçıvanskini söyübdüsə və digərini o tutulanları, mən bilmirəm, xəbərim yoxdur, deyirlər. Mən hər deyilənə də inanmıram, amma söyübdüsə də, siz gedib bu rejimin yanında durduğunuz üçün söyülmüşsünüz də Məhəmməd tərəfindən. Yalan deyil ki, bu faktdır da, siz gedib rejimin yanında durursunuz da, siz fahişədən əmələ gələnlərsiniz. Sizin ananız fahişədir, arvadınız fahişədir, bacınız cırıqdır, nəsliniz fahişədir. Siz ləyaqətli adamlar deyilsiniz ki. Belə oğru mu olar, belə avtoritet mi olar, belə yaxşı oğlan mı olur, belə sözünü deyən oğlan. Harada gedib İlham Əliyevin yanında durub, bu rejimin yanında durub kimə sözünü deyirsən sən, nəyin sözünü deyirsən? Anlamadım mən. Biabırçılıq deyil sadəcə.
Gedirlər bir Əliyev rejiminə xidmət edirlər. Cır-cındırın yanında dururlar. Sonra da onlardan 500 manat pul alırlar it kimi. Quyruq buluyurlar. Ağızlarına 500 manat atırlar ki, gedin nə bilim Mirzəlini bıçaqlayın, filan kəsi öldürün. Xəstə köpək uşağı xəstə. İmkan verməyəsiniz bu cəmaat haqqı üçün savaşsın. Siz kimsiniz siz? Avtoritet imiş. Avtoritetə bax, gedib Azərbaycan xalqının, məzlum xalqın, cəmaatın anasını ağladan, həyatını, gələcəyini məhv eləyən, şəhidin qan pulunu yeyən uğraşların yanında durub deyir, mən avtoritetəm mən. Deyir, mən idealistəm. Hansı idi, İdealist adam gedib qancıqların yanında durur. Gedib teröristlərin, alçaqların, bir millətin həyatı ilə, taleyi ilə oynayan, qadınını, qızını, uşağını, yaşlısını əzən, haqqına girən, zəlil günə qoyan alçaqların yanında durub nə avtoritetlikdən danışırsınız, siz? Gedib siz polisə işləyirsiniz, Əlin Ağayevə işləyirsiniz, Vilayət Eyvazova xidmət edirsiniz. Siz nə avtoritetlikdən danışırsınız? Olsun qardaş. Söhbət burada avtoritetdən getmir, lotudan getmir. Qardaşım, bu fərq eləmir, kim olur olsun. Yəni bu qarşımızda bir dənə batil cəbhəsi var. Cındır cəbhəsi. Orada duranlar hamısı oğraşdır. Dəfələrlə bu polisləri görürsünüz də opda bu şəkildə anasını, arvadını qoymuşuq ortaya. Niyə? Çünki siz rejimə xidmət edirsiniz. Yalandan da xalq. Nə xalq? Xalqın sizin kimi şərəfli polisləri olsa bu günə qalar. Əgər siz şərəflisinizsə. Yoxdur, yalandan da hamısı şərəfli polis. Nə şərəfli? Hamınız oğraşsınız, hamınız namussuzsunuz, hamınız arvad uşağınıza batil çörəyi, düşmən çörəyi yedizdirən ləyaqətsiz namussuzlarsınız. Nə olsun ki bu millətin evladısan? Nə olsun ki yaxşı olansan? Nə olsun ki sən ləyaqətli, qeyrətlisən? Fakt odur ki bu rejimə xidmət edirsən. Qutardı getdi. Bu rejimə də xidmət edən arvadı qəhbədir. Anası bağışlı cırıqdır, nəsli cırıqdır, özü peysərdir. Davay vızqırt dur qırağa. Bunu dəfələrlə demişik də bu təhcə lotusuna, nə bilim avtoritetinə və yaxud da polisinə hamısına aiddir, hamıya. Atam belə olsa atam da fahişədən əmələ gəlir. Əgər mənim atam bu rejimin cərgəsində durub, bu alçaq batil İlham Əliyevin cərgəsində durub, istənilən bir formada dolayısı və ya birbaşa yolla bu rejimə xidmət edirsə, fahişədən əmələ gəlibdir mənim atam. Qutardı getdi. Məsələ bu qədər bəsit və aydın deyil. Burada yalandan boy-puxun verib, sır-sığal çəkməklə, dostlar, həqiqətlərin üstünü örtmək elə birbaşa namussuz fahişə olmaq deməkdir. Qutardı getdi. Yox, sən getkinlə bu rejimlə sövdələşkinlə, danışığa getkinlə, min oyundan çıx. Nədir? Bunun adı avtoritetdir, lotudur. Nədir? Bir yollansa sırıblar da cəmaata. Bu avtoritetdir, bu lotudur. Qardaş, avtoritet xalqını müdafiə eləyənə deyirlər, avtoritet xalqının hüquqları uğrunda savaşana deyirlər. Rəhmətli Bəxtiyar sizə nümunə olmadı mı? Rəhmətli Hikmət nümunə olmadı mı? Onlar xalqın sözünü deyib, xalqın müdafiəsinə qalxıb. Haqqı batildən ayıranlar olub. Onlar gedib batilin yanında durmuyor. Bunlar nətər avtoritetdir, nətər bunlar sözünü deyəndir ki, gedib İlham Əliyev kimi cır-cındırın gədələrin, bunların rejiminə xidmət edir, orada durur, onlara adını da qoyur dövlətçilik. Dövlət var Azərbaycanda. Dövlət var Azərbaycanda, dövlət işğal olub. Hansı dövlətçilikdən danışırsınız siz? Utanmırsınız siz? Dövlətçilikdən danışırlar. Ayıbdır qardaş, ayıbdır. İndi öz oramızda bizim tariximizdə araşdırsan, vərəqləsən, baxsan, axtarsan ki, bizim lotular, bizim oğurlar, sözünü deyənlər kim olub? Millətin yanında olanlar, millətin sözünü deyənlər, millətin uğrunda canını fəda verənlər. Bunlar necə bəs canlarını fəda vermirlər? Niyə? Hardadılar? Onlar görmürlər Azərbaycan xalqının, mərd oğullarının, şəhidinin qan pulunu yeyir, qazinin dərman pulusunu yeyir. Nə bilim, arvad uşağın ailəsinin haqqını yeyir. Bunu görmürlər bunlar. Bunlar nətər yaxşı oğlandır. Bu narahat eləmir, bu özünə oğru deyir, avtoritet deyir. Qardaş, narahat eləmir sizi. Sizə aidiyyəti yoxdur bunun. Adını qoymuşsunuz siyasət, bizi də vermişsiniz düşmənlərin ağzını atmışsınız, demişsiniz əzim, problem deyil, siyasətə qarışmırıq. Bizim ideyamızda siyasətə qarışmaq yoxdur. Hətta nə var qardaş? Nə var sənin ideyanda, nə var, nə? Sözünü deyən oğlan. Kimə deyirsən ay qardaş sözünü? Kimə deyirsən? Sözünü deyən oğlan, haqlı oğlana deyirlər, ədalətli oğlana. O da kimdir? Batilə qarşı çıxan, batilə qarşı duruş gətirən.
İstəyir o batil siyasətdə yer alsın, istəyir o batil başqa sahələrdə yer alsın, fərq eləmir. Sözünü deyən oğlan istənilən bir batilə qarşı çıxar. Sən nətər sözünü deyən yaxşı oğlansan, sən? Belə yaxşı oğlan olmağa nə var ki? Hələ bu ayna dursun. Gedib Əliyevlərlə, bu qancıq rejimlə sövdələşib, oyuna gedib, 100 oyundan çıxırlar, pul alırlar, gəlirlər Avropada, orada burada adam öldürürlər, adam vururlar. Adını da qoyur ki, məni söyür. Yaxşı eləyirsən, nə gəzsən Adil Əliyevin yanında? Nə gəzirsiniz Adil Əliyevin yanında? Nə gəzirsiniz vilayətin yanında? Nə gəzirsiniz bu rejimin yanında ki, ananız, bacınız söyür? Nə gəzirsiniz siz? Bizdən artıq oğlansınız? Hə? Biz can qoyuruq, fəryad edirik. Əlimizdən gələni edirik ki, bu rejimin nəfəsini kəsək. Bu rejimi təkləyək, bu rejimi qısnıyaq divara. Siz gedirsiniz rejimə nəfəs verirsiniz. Siz gedirsiniz rejimə xidmət edirsiniz, müdafiə edirsiniz. Sonra da ananızın, arvadınızın ağzını söyəndə deyirsiniz ki, niyə söyürsən? Filan kəs nə bilim, sözünü deyən oğlandı, yaxşı oğlan. Yaxşı oğlanın batilin yanında nə işi var? Yaxşı oğlanın cırın cındırın, qampulu yeyən uğraşların, bu rejimin, bu cındır rejimin yanında nə işi var? Bir kişiliğiniz yoxdur sizin, ləyaqətiniz yoxdur. Bu deyil məsələ, qardaş. Gedib Mirzəlinin evində danışır da, indi bəzi kanallar eşidirəm, indi adını deməyəcəm. Deyir Mirzəli, deyir, nədir o, Emin Naxçıvanski, sonra o birisilərini, nədir, söyübdür ona görə. Gedib durmuşsunuz Adil Əliyevin yanında, o da söyübdür, əcəb edir də. Yaxşı edir də, söyülməli uğraşlar sizdə. Gedur Mirzəlinin yanında da, gedur xalqın yanında da. Sən niyə gedib, nədir, Adil Əliyevin yanında durursan? Bəyəm Adil Əliyevin yanında durmaq yaxşıdır, yoxsa gedib, misal üçün Mirzəlinin və yaxud da digərinin sözünü deyən insanların yanında durmaq yaxşıdır, hansı yaxşıdır? Gedin durun da. Lotu ona deyirlər, oğru ona deyirlər, sözünü deyən oğlan, yaxşı oğlan ona deyirlər ki, zəifin yanında durur. Güclünün yanında durmağa nə var, hə? Güclünün yanında durmağa nə var, Abi ayıbdır, bu tərbiyəniz olsun, ləyaqətiniz olsun. Gedib siz, özdə bunlara verilən pullar var, gəlib hansı ki bu xaricdən sözünü deyənlərə hücum təşkil edirlər, öldürürlər, vururlar. Qardaş, bu işlərin kökündə pul yatır. Bu pul da hardan gəlir? Bizim pullarımızdır. Yəni Əliyev rejimi, Adil Əliyev kimdir ki? Kimdir? Kalkotka satan gəlib olub bizə, nə bilim, məmur, nazir. Dalını orada burada verən İlham Əliyev, Qutqa Alverçi Peysərgədə gəlib olub İlham Əliyev, nədir, Azərbaycan xalqına prezident. Bizim adımızdan yalan danışır. Bunu oğru, lotu, nədir, sözünü deyən oğlan görmür. Bunlar niyə gedib onun yanında durur ki? Nə üçün? Və onlardan da pul alır. Siz gəlib buradakı insanları, sözünü deyənləri 3-5 nəfər nə qədər var ki? Minlərlə deyir ki, üst-üstə hesablasan heç parmaqla sailəsi qədər adamlardır. O pullar da bizim pullarımız. İlham Əliyev bizim pulumuzu oğrayıb sizə verir, Emin Naxçıvanski o birisinə, bu birisinə. Başlayır ona buna it kimi qısqırtmağa. Siz nə yaxşı oğlansınız, siz? Bu nətər lotu da, bu nətər sözünü deyən oğlandır. Belə sözünü deyən oğlan olur.